Bilirəm təəccüblənməyəcəksiniz. Yayın bu istisində sizə dələduzluq xəbəri ilə gəlmişəm. Bu xəbərləri apara-apara başa düşdüm ki, vicdansızlığın kitabını yaza biləcək xeyli adam var imiş. Bu səfərki dələduzumuz özündən əvvəlkilərə rəhmət oxutdurur. Əvvəl görüntüyə baxın, mən sonra başa düşməyənlərə izah edəcəm. Deməli, bu ultra ağıllı kişi cinsindən olan şəxs əlindəki xarab telefonu qəsdən yanından keçən maşına vurur. Sonra gedir maşının üstünə ki, sən mənim telefonumu vurdun, sındırdın, xarab elədin. İndi filan qədər mənə ver, gedim düzəltdirim. Əvvəla Allah bu kameranı çıxardanın atasına rəhmət eləsin. Amin. Amin. Yoxsa biz bunlara heç nə sübut eləyə bilməzdik. Məlum olub ki, telefonunu maşına çırpan şəxs əvvəllər də bu tip hərəkətlər eləyirmiş. Oğurluğa görə həbs olunduğu da olub. Yəni bu 39 yaşlı cinsi kişi olan adam ancaq ona buna ziyan vurmaqla yaşayıb. Dələduzların sayı get-gedə artır, fikir verirsiniz. Birazdan elçilikdə dələduz olmayana qız verməyəcəklər. Özdə kreativ dələduz olmalısan ha. Elə belə 5 manat aldım, qaçdım yox. Elə dələduzlar var ki, qurbanları onlara pulu yalvara-yalvara verir. Yəni o qədər peşəkarlaşıblar. Belələrinə görə ləyaqət sözü səssiz, səmirsiz şəkildə lüğətimizdən çıxıb gedəcək. Özdə həşərat kimi hər yerdədirlər. Maşın almağa gəlsən çıxır qabağına, ev almağa gəlsən tapılırlar, iş qurursan gəlirlər. Neynirsən elə bunlardan qurtula bilmirsən. Heç də eləməsən, gəlib özünü çırpacaq sənə. Buna bir sözlə pul qazanmaq deyilmir. Pul qazanmaq əziyyət qarşılığında olur. Sizinki nəyisə satmaqdır. Yadınızda saxlayın ki, bir şeyin qiyməti varsa, o artıq ucuzdur. Növbəti xəbərimiz isə məsuliyyətsizliyi ilə bağlıdır. Bir dənə görüntü var, bir gün içində işıq sürəti ilə yayılıb. Sürətli yolda təhlükəli şəkildə motosikletlə uşaq daşıyan adam. Oturubsan motosikletin arxasına, bax, özün də 80 ilə gedirsən, aeroport yolu. Qardaş, belə olmaz. Vallahi belə olmaz. Yəni belə məmuna bax, özün də sağa sola əlini buraxırsan, qaldırırsan, qaytarırsan. Yəni bunu etməmək üçün, bunu təhlükəli olduğunu bilmək üçün nə boyda ağıl lazımdır. O uşaq bir anlıq özünü itirsə, əlini buraxsa, faciə olacaq, bilirsən? 100% bilirsən, amma yenə də eləyirsən. Allah göstərməsin, pis bir hadisə olsa, başına döyəcəksən ki, kaş belimi alıb ayaqla daşıyardım. Bu nəqliyyat növü xüsusi diqqət və təhlükəsizlik qaydalarına riayət tələb eləyir. Bu sizin üçün ara məhəllədə sürdüyünüz velosiped deyil. Özdə fikir verin, kaskı öz başına taxıb, uşağın başına yox. Məlum olub ki, ata övladını daşıyırmış. Xoşbəxtlikdən heç bir hadisə olmasa da motosiklet sürən adam saxlanılıb. Yəqin bundan sonra həyata daha məsuliyyətli yanaşar. Növbəti xəbərimizə də bilmirəm, gülüm yoxsa pis olum. Salyanda bir nəfər mağazadan 250 dənə bahalı lotereya oğurlayıb. Aparıb evdə baxıb bəxtinə 191 manat uduş çıxıb. Sonra gedib ki, uduşunu alsın. Orada da özünə ələ verib saxlanılıb. 655 manatlıq lotereya uğurra. Orada da heç nə udma. Bəxti də yoxdur, ağlı da yoxdur. Daha görürsən ki, xüsusi nəsə udmamısan. Niyə gedib o bir tikə uduşu tələb edirsən? Digər cinayət əməllərində də təqsirli bilinən bu bəxtsiz adam ən azı 3 il, 3 ay lotereya alıb oynaya bilməyəcək. Çünki həbsxanada belə bir xidmət növü yoxdur. Bu gün əslində təməli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş Silahlı Qüvvələr günüdür. Ordumuzun yaranmasından 108 il ötür. Əsl kişilərin bayramı bu gündür. Ancaq bu bayramın kiminsə mülkünü tallayana, oğurlayana, qəsb eləyənə, dələduzlara heç bir dəxli yoxdur. Yəqin nə demək istədiyimi anladınız. Sağlıqla qalın.